Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 14 dekabr 2025-ci il 9-cu siniflər üçün keçirilmiş OTK sınağından ingilis dili suallarının izahına baxırıq. Qeyd edim ki, burada izah etdiyim variant A variantıdır. Bütün variantlarda testlər, suallar eynidir. Sadəcə sualların yeri fərqlidir. İzah etdiyim sualları öz variantınızdakı suallarla uyğunlaşdırıb cavabları qeyd edə bilərsiniz. İndi isə izahlara baxaq. 56-cı testimiz artikel mövzusudur. Artikel mövzusuna mütləq nöqtələrdən sonraya baxmaq lazımdır. Hər iki nöqtələrdən sonra cəm isim verilib, branşis yazılıb. Cəm isimlərin qabağında artiklı işlətmək olmaz. Ona görə bütün variantdakı EN artikellarını çıxdıqda cavab olur B variantı. 57-ci testimiz pronoun testidir. Pronoun testində baxırıq cümləmizdə didn't var, inkar var. Demək ki, biz ikinci bir inkar varianta qoya bilmərik. A və D variantı nothing və nobody inkar cümləsində işlənməz. Something və somebody'dən inkar cümlələrində işlənməz, çünki some təsdiq cümlələrində işlənir. Cavab olur Y variantı. Tərcümədə deyir ki, Jessica məşğul olarkən heç kimə zəng etmir. 58-ci testin izahına baxaq. Bu qayıdış əvəzliyi Qayıdış əvəzliyi mübtədəyə əsasən seçilir. Diana look at, Diana baxır güzgüyə. Diana güzgüdə özünə baxır. Qadın cinsi olduğu üçün burada cavab olur A variantı. 59-cu testdə pronoun testidir. Burada nöqtələrdən sonra isim verilib. İsimlə işlənməyən variantımız A variantıdır. Və digər variantları diqqətlə baxaq. All the students, bütün şagirdlər edirlər. Öz tapşırıqlarını şagirdlər cəmdə olduğu üçün biz əvəzliyi də cəmdə qoymalıyıq. Ona görə cavab olur C variantı. All the students did their homework carefully. Cavab oldu C variantı. 60-cı testə baxırıq. Adjective və adverb testidir. Əvvəlcə tapmalıyıq. Biz hansı nöqtəyə sifət və hansı nöqtəyə zərf qoymalıyıq? Answer hərəkətli feil olduğu üçün özündən sonra gələn söz sifət yox, zərf olmalıdır. Ona görə variantımızdan sifət olan variantları çıxırıq. B variantı da yanlışdır. C və D variantları arasında qaldıq. Sim hərəkət bildirməyən feildir. Yəni sim feilindən sonra biz heç vaxt zərf qoya bilmərik. Ona görə D variantı yanlışdır. Cavab olur C variantı. Tərcümədə deyir ki, she answered the questions correctly and seemed happy. O deyir suallara düzgün cavab verdi və xoşbəxt görünürdü. İndi isə baxaq 61-ci testin izahına. Bu line of the nouns yazılıb, yəni isim sırasını seçməliyik. Bütün variantlardakı sifətləri çıxırıq. A variantında mild, yumuşaq deməkdir, çıxdıq. C variantında private, özəl deməkdir. Şəxsi özəl necə çıxdı. D variantında essential, vacib deməkdir, çıxdıq. D variantında perfect, sifətdir, möhtəşəm, əla, mükəmməl deməkdir. Ona görə cavab oldu B variantı. Tərcümədə ability, qabiliyyət nə, cuisine, mətbəx nə, shelter, sığınacaq nə. Demək ki, cavab oldu B variantı. 62-ci testimizə baxırıq. Bu possessive case, yəni yərlik hal dərsidir. İşarə vəzliyi təkdə olduğu üçün sözə bitişik S qoymaq olmaz. Burada ayrı S olmalıydı. Ona görə 1 yanlışdır. 2-də familiyanın önündə Z olur və ona bitişik S olur. Ona görə 2 doğrudur. Üçüncü testdə adların qabağında Mr. ya da Mrs. olursa mütləq onlara ayrı S qoyulmalıdır. Ona görə 3 doğrudur. Dördüncü testdə isə these işarə vəzliyi cəmdədirsə, özündən sonra gələn isim də cəmdə olmalıydı və S sözünə bitişik olmalıydı. Ona görə 4 yanlışdır. Cavab oldu 2, 3, C variantı. 64-cü test quantifiers dərsidir, yəni miqdar bildirən sözlərdir. Nöqtələrdən sonra sayılmayan isim verilir. Bilirik ki, few və many sayılan isimlərlə işlənir. A lotdan sonra ümumiyyətlə isim gəlməz, of işlənməlidir ki, isim gəlsin. Ona görə cavab oldu D variantı. 64-cü testdə sifət dərsidir. Diqqətli oluruq. Burada bizə göstərici verilib in my life, həyatımda. Həyatımda deyirsə, demək üstünlük dərəcəsi olmalıdır. Ona görə cavab oldu C variantı. Y variantında more exciting olmalıdır. Çünki gün sayılan isimdir. Ona görə bu variant çıxdıq. B variantı ümumiyyətlə strukturca səhvdir. Maçdan sonra mütləq müqayisə gəlməlidir. D variantında an exciting day olmalıdır. Çünki day sayılır. A variantında isə burada bir-biri ilə müqayisə olunan bir gün yoxdur. Əgər desəydik ki, bu gün də o gün kimi həyəcanlıdır, A variantını seçə bilərdik. Burada isə deyir ki, o mənim həyatımda ən həyəcanlı gündür. Cavab oldu C variantı. İndi isə baxırıq 65-ci testdə bu agreement dərsidir. Yəni mübtəda ilə xəbər uzlaşması dərsidir. Oxuyuruq cümləni. Getting good results is very important for us. Cümlənin mübtədası əla nəticələr almaq, yəni ing-li feildir, gerunddur. Bilirik ki, cümlənin mübtədası gerunddursa xəbər mütləq təkdə qoyulmalıydı. Burada isə is təkdədir. Bu doğrudur. İkinci testdə of var. Ofdan mütləq əvvələ baxmalıyıq. Doctors of rescue team help the survivors. Deyir ki, xilas edici komandanın həkimləri kömək etdi. Xəbər cəmdə olduğu üçün doctors cəmdə, xəbərdə cəmdə deyə 2 də doğrudur. 3-ə baxdıq, yenə ofdan əvvələ baxırıq. Members cəmdədir, lakin was təkdə verilib, bu yanlışdır. The meal in Indian cuisine contain a lot of spices. Deyir ki, Hindistan mətbəxindəki yemək çox ədviyyatlı olur. Diqqət edin. Sözünün varsa mütləq ondan əvvələ baxmaq lazımdır. Meal təkdədir, contain isə cəmdədir. Bu contains olmalıdır. Ona görə 4 yanlışdır. Cavab oldu 1, 2,
D variantı. İndi isə baxırıq 66-cı testin izahına. Bu definition testidir. Atak hücum etmək, yəni B variantı ola bilər birdən. Improve, yaxşılaşdırmaq, yəni to make something better, bir şey daha yaxşı etmək, A düzdür 2-yə. Feed, yemləmək, yedirtmək, give food to a person or an animal, bir insana və ya bir heyvana yemək vermək, bu da C oldu. Demək B, A, C variantımız doğrudur. B, A, C, Y variantında verilib cavab oldu. 66-cı testdə Y variantı. 67-ci testdə diqqət edək, burada bizdən antonim soruşur. Bu nüansa diqqət edin. Antonim verilirsə burada xəyali, yəni online şəkildə verilən bir şeydirsə antonimi olacaq real, digital, online, artificial, electronic, bunlar hamısı virtual sözü ilə sinonimdir. Ona görə cavab olur C variantı. 68-ci testə baxırıq. Burada bizdən sinonim soruşur. Amazing, fantastic, bunlar sinonimdirlər deyə 1 doğrudur. 2-də similar, oxşar, unlike, fərqli, oxşamayan deməkdir ki, ya antonimdir. Possible, impossible, bunlar antonimdir. Terrified, frightened, bu qorxuducu, qorxmuş deməkdir, 4 düzdür. Delighted, məmnun, pleased, razı, məmnun, 5 sinonimdir. Cavab oldu 1, 4, 5. İndi isə baxırıq short tekstlərimizə. Mütləq short tekstləri oxumaq lazımdır və bütün variantlardakı səhvləri qeyd etmək lazımdır. Burada deyir ki, we have fun things for children to do after school. Dərsdən sonra uşaqlar üçün etməli maraqlı şeylər var. Bizim dərslərimizə daxildir idman zalında oyunlar, aşpazlıq, futbol, basketbol və şahmat. Dərslər primary schoolda olur, yəni ibtidai məktəbdə olur. You can find more details on social media. Sən deyir, ətraflı məlumatı sosial mediadan ala bilərsən. İndi baxırıq. A variantında deyir ki, dərsdən məktəbdən əvvəl olur. Xeyr, burada qeyd etmişdik ki, sonra olur. 1 yanlışdır. B variantında deyir ki, dərslər məktəb müddətində olur. Xeyr, məktəbdən yenə after olur. Ona görə 2 də yanlışdır. Dərslər secondary schoolda olur. Baxın, burada qeyd etmişdi, primary schoolda olur. Yəni ibtidai məktəbdə olur. Ona görə C variantı yanlışdır. D variantında deyir ki, burada uşaqlar yalnız aşpazlıqla məşğul ola bilərlər. Yəni yemək pişirə bilərlər. Xeyr, burada futbol da, basketbol da, chess, şahmat da var idi. Ona görə D variantı yanlışdır. Y variantında isə deyir ki, sən ətraflı məlumatı internetdən ala bilərsən. Yəni social mediadan, yəni online formada ala bilərsən. İndi isə baxırıq digər suallarımızın izahına. Burada üçlü mətnlərimizin yenə digərinə baxırıq. 70-də deyir ki, Lilya and Sofia like learning about indoor games. Lilya və Sofia istəyirdilər ki, öyrənsinlər indoor oyunlarını, yəni qapalı məkan oyunlarını, lakin onlar çox nervousdirlər, yəni streslidirlər. Çünki onlar heç vaxt belə oyunları əvvəllər oynamayıblar. Deyir, onları dostu onlara təklif etdi ki, cooking club'a qoşulsunlar, aşpazlıq klubuna qoşulsunlar. Lakin onlar onu istəmədilər. A variantda deyir ki, Sofia və Lilya öyrədirlər digər şagirdlərə oyunu. Xeyr, burada öyrənmək istəyirlər, teach deyil. B variantında deyir ki, onlar həzz alırlar indoor aktivitələrdən. Hələ ona başlamayıblar deyə burada bir qarışdırıcı nüans var. Ona görə bunu saxlaya bilərik. C variantına baxaq, deyir ki, onlar istəyirlər qoşulsunlar. Xeyr, qoşulmaq istəmirlər. Burada son cümlədə demişdik ki, istəmirlər. D variantında deyir ki, Lilya and Sofia can play all games very well. Onlar deyir, bütün oyunları qəşəng oynuyorlar. Xeyr, hələ onlar hətta stresli idilər, çünki əvvəllər heç belə oyun oynamayıblar. Y variantında deyir ki, artıq onlar qoşuldular, aşpazlıq, daha doğrusu onlar already very good at cooking. Onlar aşpazlıqda yaxşıdırlar. Xeyr, bu da yanlışdır. Demək ki, B variantı elə ən doğru cavab imiş. Onlar xoşlayırlar öyrənməyi qapalı məkan oyunlarını. Cavab oldu B variantı. İndi isə 71-ə baxırıq. Hi Sarah, how are you? I had a great weekend. Deyir, salam Sarah, necəsən? Mən yaxşı bir həftə sonu keçirmişəm. 6-cı gün deyir, Saturday'da biz getdik zooparka ailəmlə. Biz gördük the lion, monkeys and elephants. Və bazar gündə biz qaldıq evdə və film izlədik. What did you do on your weekend? Və sən həftə sonu nə eləmisən? Sonra dedik ki, see you at school Emily. Dərsdə görüşərik. Burada diqqət edib hər varianta baxmalıyıq. A variantda deyir ki, Sarah izləyir cizgi film. Xeyr, bizim Sarahdan heç bir xəbərimiz yoxdur. Ona görə A variantında Sarah cizgi film izləyir. C variantında Sarah bütün gün evdə qaldı. Bu variantları çıxmalıyıq, çünki Sarahdan xəbərimiz yoxdur. B variantında Emily parka getdi. Xeyr, Emily parka yox, zooparka getmişdi. B variantı yanlışdır. D variantına deyir ki, Emily öz grandmother'ını ziyarət etmişdi. Xeyr, o zooparka getmişdi. Bazar gündə evdə qalmışdı. Y variantında isə deyir ki, Emily həzz aldı həftə sonundan çox həzz aldı. Demək ki, Y variantı doğrudur. Çünki elə burada demişdi ki, I had a great weekend. Mən yaxşı bir həftə sonu keçirmişəm.
İndi isə reading haqqında olan suallara baxaq. Əvvəlcə mətnimizlə tanış olaq. Mətnimiz Derek Parvicini haqqındadır. O bir İngiltərədən olan məşhur pianistdir. O 1979-cu ildə doğulub və erkən doğulduğu üçün, gözlənilenden erkən doğulduğu üçün onun bir neçə sağlamlıq problemləri olub. O kör olub və öyrənməsində çətinliklər olub. Lakin onun xüsusi bir bacarığı var. O gerçəkdən bir musiqi dahisidir. Erkən yaşından o musiqiyə maraq göstərdi və başladı piano çalmağa 2 yaşı olanda. Və at the age of 9 yaşı olanda o ilk konsertini verdi Londonda. Derek can't see or read music. Deyir ki, Derek musiqini nə görə, nə də oxuya bilirdi. Nə də oxuya bilirdi və o musiqini bircə dəfə eşidəndən sonra artıq onu hissələrini çala bilirdi. Bu qabiliyyət olan insanlara musical genius, yəni musiqi dahisi deyilir. O xatırlayır minlərlə musiqini və onları çox perfectly şəkildə, mükəmməl şəkildə ifa edir və öz stilini də ora əlavə edir. Derek deyir, çoxlu ölkələrə səyahət edib, United States, Germany və Yaponiya kimi o konsertlərdə ifa edir dünyada və onun öz musiqisi ilə xeyriyyə də dəstək olur, support olur, dəstəkləyir. O adətən səyahəti öz musiqi müəllimi ilə gedir, kim ki ona günlük həyatında da kömək edir. Diqqət olun, baxın, With Daily Life. Derek'in hekayəsi çox heyran edicidir və o sübut etdi ki, hətta çətinliklərlə belə insan hələ də möhtəşəm şeylər edə bilər və öz arzularını arxasıca gedə bilər. İndi isə suallarımıza baxaq. Bir də soruşur ki, bizdən niyə Derek musiqi dahisi adlanırdı? Dedik ki, musiqi dahisi olan insanlar bir dəfə eşitdikdən sonra onu çala bilən insanlardır. Ona görə bir də cavab olur C variantı. A variantı deyir ki, klassik musiqi çalan, B deyir ki, uşaqlara musiqi öyrədən, D variantı da deyir ki, musiqini sürətdə oxuyan, heç oxuya bilmirdi. Y variantında isə musiqi haqqında kitab yazan. Səhvdir cavab oldu isə, çünki o musiqini bir dəfə eşidərək çalırdı. 73-də soruşur mətnin haqqındadır. A variantı deyir ki, kör insanların üzləşdiyi problemlər. Xeyr, bu səhvdir. B variantında deyir ki, problemli olan bir məşhur musiqiçi. B variantı doğrudur. C variantında deyir ki, Derek'lə işləyən müəllim haqqındaydı. Xeyr. D variantında deyir ki, körlər üçün olan xeyriyyə konsertinə dəstək, bu da deyil. Y variantında deyir ki, kör uşaqlara kömək edən bir educator. Cavab olur burada B variantı. 74-də soruşur, burada düzgünləri seçməliyik. Derek Germaniyada doğulub. Xeyr, İngiltərədə doğulub. Bir yanlışdır. Həm də 19-cu əsr yox, 20-ci əsr olmalıydı. Çünki 1979-cu il 20-ci əsr sayılır. İkinci testdə o unudur mahnıları eşitdikdən sonra. Xeyr, bu da yanlışdır. 3-də deyir ki, onun müəllimi onu dəstəkləyir günlük aktivitələrində. Bu doğrudur. 4-də isə deyir ki, o ifa edib bir neçə ölkədə. Bu da doğrudur. 3-4 düzdür. Y variantı. Baxın, son cümlədə demişdik ki, o çox ölkələrdə ifa edib. Ona görə Y doğrudur. 75-də deyir ki, baxmayaraq ki, o Derek kör idi və öyrənmə çətinliyi var. O musiqini çox yaxşı oxuyur. Xeyr, oxuya bilmir. B variantında o musiqi müəllimi kimi işləyir. Bu da yanlışdır. O məşhur bir musiqiçi oldu. C variantı doğrudur. D-də isə deyir ki, onun musiqidə çətinlikləri var. Xeyr, yox idi. Onun öyrənmə çətinliyi var. Musiqidə çətinliyi yoxdur. Y variantında isə deyir ki, o kiminsə köməyi ilə çalır. Xeyr, kömək olmadan çalır. Cavab olur C variantı. İndi isə baxaq 76-cı testdə burada bizdən false soruşur, yəni səhvləri soruşur. Birə baxırıq. O yaxşı bir pianistdir. Bu doğrudur. Bunu çıxırıq çünki biz səhvi axtarırıq. 2-də deyir ki, o oxuyur musiqini çalarkən notlardan. Xeyr, o ümumiyyətlə not oxuya bilmir. 3-də deyir ki, onun daha doğrusu elə 2 yanlışdır, bunu saxlayırıq. 3-də deyir ki, o ilk konsertini 9 yaşı olanda vermişdi. 3 doğrudur deyə bunu çıxırıq. 4-də isə deyir ki, he never helps charities. O heç vaxt xeyriyyələrə kömək etmir. Ona görə yanlışdır, cavab oldu 2, 4. Bunu da qeyd edim ki, burada seçmə testlərdə mütləq hər ikisini doğru qeyd etməlisiniz ki, doğru bal, tam bal ala biləsiniz. Burada isə false soruşurdu deyə 2 və 4 yanlışdır. Və 77-ci testdə baxırıq, bu artıq dinləmədir. Dinləmə mətnini sizin üçün burada mətnin şəklində qeyd etmişəm ki, sualları baxarkən heç bir şübhəmiz qalmasın. Mətnimiz Kəlbəcər haqqındadır. Deyir ki, Kəlbəcər Azərbaycanın Westində yerləşən bir regiondur. Oranın havası qışda sərin, qışda soyuq, yayda isə sərin olur. Kəlbəcərin uzun tarixi var. Burada qədim binalar və abidələr göstərir ki, buranın, bu ərazinin zəngin mədəniyyəti var. Kəlbəcərdə isti bulaqlar var. Bu arada Springs bulaqdır. Xüsusilə də isti su. İsti su deyir, öz mineral zəngin suyu ilə tanınır və isti su gəlir suyun dərinliyindən, daha doğrusu torpağın dərinliyindən gəlir. Baxın, bu hissədə qeyd olunub və insanlar bundan çimmək, yemək pişirmək və müalicə üçün istifadə edirlər. Kəlbəcər isti suyu 1930-cu ildən istifadə
istifadə olunur və çox insanlar bura hər il gəlir. İnsanlar inanırlar ki, bu su sağlamlıq üçün faydalıdır. İnsanlar otururlar bu isti suyun yanında və həzz alırlar isti sudan. İnsanlar həmçinin burada diqqətli şəkildə çimə də bilirlər. Bu ərazi çox təmiz və sakit olur. Quşlar və gül ağaclar bu yeri more beautiful edir, gözəl edir. Keçmişdə insanlar burada keçmişdəki yerli insanlar burada bu sudan yemək bişirirdilər və təmizlik edirdilər. Bu gün turistlər gəlirlər bura və burada şəkil çəkdirməyi və təbiətdən həzz almağı xoşlayırlar. İndi gəlin diqqətli hər bir nüansa baxaq. Birinci testdə deyir ki, turistlər müxtəlif ölkələrdən gəlirlər, burada xoşlayırlar nəyi? Son cümlədə qeyd etmişdik ki, şəkil çəkdirməyi və təbiətdən həzz almağı, demək cavab olur 1 və 3 D variantı. İkinci testdə, 78-ci testdə deyir ki, Kəlbəcərin qədim binaları göstərir. Nəyi göstərir qədim binalar? Baxın, bu hissədə verilib. Bu ərazinin zəngin mədəniyyətini B variantı doğrudur. 79-cu testdə soruşur bizdən mətn haqqındadır. A variantında yemək bişirməkdə və təmizləmədə sudan istifadə edən insanlar, bu yanlışdır. Təmiz sudan istifadə yolları, bu yanlışdır. Azərbaycanın gözəl, signifikant bir ərazisi isə doğrudur. D variantında Kəlbəcəri ziyarət edən insanların haqqındadır, deyil. Y variantında Kəlbəcərin qədim adətləri. Xeyr, burada heç bir adətdən danışmadı. 79-cu testdə cavab oldu C. 80-ci testdə true false soruşur bizdən. Deyir, hot water comes from underground. Baxın, burada qeyd olunub, gerçəkdən də under the ground gəlir, yəni torpağın altından çıxır. Ona görə bir truedur. 2-də deyir ki, Kəlbəcərin isti suyu 1960-cı ildən bəri istifadə olunur. Xeyr, 30-cu il idi. 2 falsedur, səhvdir. Quşlar və ağaclar bu yeri gözəl eləyirlər. Bəli, baxın, burada qeyd olunub, quşlar və ağaclar bu yeri gözəl eləyirlər. Demək ki, 3 doğrudur. 4-də isə deyir, Kəlbəcər yerləşir Azərbaycanın North hissəsində. Xeyr, North yox, West hissəsi olmaydı. Ona görə 4 də yanlışdır. True'lar oldu 1-3, false'lar oldu 2-4. Bununla da bütün testlərimizin cavablarını izahlı şəkildə gördük. İnşallah ki, siz də sınağı gözəl yazmışsınız. Kanalımızı bəyənən, abunə olan, şərh yazan, paylaşan hər kəsə çox-çox təşəkkür edirəm.